Salam dəyərli YouTube izləyicilərim. Dekabr ayının 13-nə olan hava məlumatını diqqətinizə çatdırıram. Əgər YouTube kanalımıza hələ də abunə deyilsinizsə, zəhmət olmasa bir dəfə abunə olun ki, digər məlumatları da izləyə biləsiniz. Dəyərli izləyicilər, dekabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən, buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 6-9, gündüz 11-13 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağıntı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 4-9, gündüz 10-15 dərəcə isti. Dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacaq.